İranın sabiq prezidenti Mahmud Əhmədinejad Tehranda İsrailin hava hücumları nəticəsində öldürülüb. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb. İran, İsrail hərbi hava qüvvələri zabitlərinin görüşünün keçirildiyi əraziyə zərbə endirib. Bu barədə İran mətbuatı məlumat yayıb. Məlumata görə zərbələr nəticəsində İsrail ordusunun 10 zabiti öldürülüb. Koordinatlar Sepahın güc qüvvələri tərəfindən ötürülüb. Hədəflərin əhəmiyyəti səbəbindən Fəttah hipersəs raketindən istifadə edilib, məlumatda bildirilib. İran Dubayda yerləşən bir oteli hədəfə alıb. Oteldə ABŞ Kəşfiyyat Xidmətinin əməkdaşlarının olduğu iddia olunur. Mən İran xalqını, farsları, kürdləri, azərbaycanlıları, əhvaziləri və bəlucuları terror rejimini devirmək üçün kütləvi şəkildə küçələrə çıxmağa çağırıram. Ümid etdiyiniz kömək gəldi. Bu, tarixi bir missiya üçün birləşmək və gələcəyinizi təmin etmək anınızdır. ABŞ və İsrail Sepahın xəstəxanasını hədəfə alıb. Bu barədə Fars agentliyi məlumat yayıb. Məlumata görə ABŞ və İsrail Tehranda Sepaha məxsus bina, xəstəxana və Bəsicin bir neçə bazasına zərbələr endirib. İran Əbu-Dabidə İsrail səfirliyinin yerləşdiyi binaya PUA ilə zərbə endirib. Bu barədə İran mediasında məlumat yayılıb. Təfərrüat açıqlanmır. Ayətullah Əli Riza Ərafi İranın ali lideri vəzifəsini müvəqqəti icraçı təyin olunub. Bu barədə İSNA məlumat yayıb. Əli Riza Ərafi Yazd vilayətinin Meybud şəhərində doğulub. Onun atası Məhəmməd İbrahim Ərafi din xadimlərindən biri və Seyyid Ruhullah Xumeyninin yaxın dostu olub. İran inqilabından illər əvvəl o İranda cümə namazı qılır və silahla moizə oxuyurdu. Onun tərcümeyi halı haqqında bir neçə kitab yazılıb. Ayətullah Ərafinin anası da Kazım Malik Əfzəli Ərdakaninin övladlarından olub. Ayətullah Ərafi 7 noyabr 2020-ci ildə Ermənistan-Azərbaycan arasında Qarabağ münaqişəsi ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməli olduğu bildirilib. İranın ali lideri Əli Xameneyi və ailəsinin qətli bütün insan əxlaqı və beynəlxalq hüququn kinli şəkildə pozulması ilə həyata keçirilib. Rusiya prezidenti Vladimir Putin bunu İran prezidenti Məsud Pezeşkiyana göndərdiyi başsağlıq teleqramında vurğulayıb. Kreml saytında dərc olunmuş teleqramda deyilir: İran İslam Respublikasının ali lideri Seyyid Əli Xameneyi və ailə üzvlərinin bütün insan əxlaqı və beynəlxalq hüququn kinli şəkildə pozulması ilə əlaqədar ən dərin hüznümlə başsağlıqlarımı qəbul edin. Prezident əlavə edib: Xahiş edirəm, ali liderin ailəsinə və dostlarına, hökumətinə və bütün İran xalqına səmimi başsağlıqlarımı və dəstəyimi çatdırın. Bəyanatda deyilir: Bizim ölkədə Ayətullah Xameneyi dost Rusiya-İran münasibətlərinin inkişafına böyük şəxsi töhfələr verən, onları hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə götürən görkəmli dövlət xadimi kimi yad ediləcək. İranın həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının Astara sərhəd keçidi məntəqəsindən təxliyəsi davam edir. 28 fevral saat 08:00-dan 1 mart 14:00-a qədər Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə olunub. İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanın vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3 və İtaliyanın 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub. Məlumat üçün bildirək ki, İrandan Azərbaycana ondan çox Çin vətəndaşının da təxliyəsi gözlənilir. Onlardan 3-ünün keçidi artıq həyata keçirilib. İsrail Müdafiə Ordusu İranda müharibə obyektlərinə yeni zərbələr endirilməsi barədə məlumat verib. İsrail hərbi hava qüvvələri havaya qalxmağa hazır olan 2 İran F-5 və F-4 qırıcısına zərbə endirib. Həmçinin ballistik raketlərin buraxılış qurğularına hücum və pilotsuz uçan aparatların məhv edilməsi barədə məlumat verilir. İsrail ordusu vurğulayıb ki, aviasiya İranda hava məzasında fəaliyyətini davam etdirir. Heç kim əldə etdiyimiz uğura inana bilməz. 48 lider bir anda yoxa çıxdı və bu çox sürətlə baş verdi. Bu barədə ABŞ prezidenti Donald Trump İrana qarşı əməliyyatla bağlı son çıxışında deyib. Onlar razılaşma əldə edə bilərdilər. Bunu daha tez etməli idilər. Həddindən artıq hiləgərlik etdilər.
İranın Bəndər Abbas və Çabahar liman şəhərlərinə, eləcə də Tehranın qərb hissəsinə hücumların olduğu barədə məlumatlar yayılıb. İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin hərbi əməliyyatları ilə bağlı açıqlama verib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Netanyahu bildirib ki, İsrail qüvvələri hazırda Tehranın mərkəzinə getdikcə daha intensiv zərbələr endirir və bu hücumlar yaxın günlərdə güclənəcək. Baş nazir qeyd edib ki, İsrail mövcudluğunu və gələcəyini təmin etmək üçün bütün imkanlarından əvvəlkindən daha geniş şəkildə istifadə edir. Onun sözlərinə görə, ölkə hazırda geniş miqyaslı hərbi kampaniya aparır. Netanyahu həmçinin ABŞ-la birgə səylərin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu əməkdaşlıq İsrailə uzun illərdir qarşıya qoyduğu hədəflərə çatmaq imkanı yaradır. İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzinə yeni zərbələr endirməyə başlayıb. Bu barədə İsrail Müdafiə Ordusunun məlumat yayıb. İsrail Hərbi Hava Qüvvələri az əvvəl Tehranın tam mərkəzində yeni zərbə dalğasına başlayıb, deyə açıqlamada bildirilir. İran, Kipirdəki Britaniya hərbi bazalarına 2 raket atıb. Bu barədə Independent Britaniya Müdafiə naziri John Healey'ə istinadla məlumat yayıb. Biz inanmaq istərdik ki, onlar raketlər bizim bazalarımıza yönəlməyib, deyə Healey əlavə edib. Lakin o bildirib ki, hadisələr göstərir ki, İran ayrı-seçkilik etmədən cavab verir. Bundan əlavə, nazir qeyd edib ki, Bəhreyndə zərbə hədəflərinin yaxınlığında 300 Britaniya əskəri yerləşdirilib. Qeyd edək ki, İran bugün müttəfiqlik münasibətində olduğu Omanın Dukum limanına da zərbə indirib. İran, Küveytdəki ABŞ bazasını vurdu. Oh my God! Hərbi Hava Qüvvələrinin onlarla qırçı təyyarəsi Tehran səmasında növbəti hücum dalğasını tamamlayıb. Bu çərçivədə Daxili Təhlükəsizlik Qüvvələrinin baş qərargahı vurulub.